Mən Trump'a buradan deyə bilərəm ki, böyük nifrətim var. Mən İranda insanlar, məsələn, tutalım ki, eşidəndə ki, Tehranda mənim ulu babalarımdan olan Məhəmməd Şah Qacarın tikdirdiyi və dünyanın 7 möcüzəsindən biri olan Gülüstan Sarayı bir raket zərbəsi ilə darmadağın edildi. Mən içərimdən yanıb yaxılıram. Axı, ay qardaş, sən bunlar niyə şərt yaradırdın? Sən dinç dursan, Şiizmi bütün dünyaya yaymaq məqsədini açıq-aşkar bayraq edib dünyaya yaymaq istədiyini bildirməsən, sən bu Hizbullahla nə işin var? Bu Hizbullah ərəblərdən ibarət bir terrorçu dəstədir. Ondan sonrasına Ceysullah onu kimi, Həmas onu kimi. Sən bunları nizama salmağın beynəlxalq təşkilatlar var, müxtəlif diplomatik formalar var. Bunlara əl atmadan elə bir ucdan silah ötürürsən, silah göndərirsən. Bunlarla bu silahla nə İsrailə qələbə çalasıdır, nə də Amerikaya. İndi gəlin biz belə fikirləşək. Bu fars şovinizmi İranda Azərbaycanlıları zəlil gününə qoymuyubdur. İranda Azərbaycanlıların ana dilində bir dənə məktəbi var. Ana dilində bir dənə kitab çap olunur. Ana dilində bir televiziya var. Bir səhər televiziyası var. O televiziyada ancaq bizə qarşı nifrət və kin qusur. Bunlar ziyanlı adamlardılar. Bunlarla nə dostluq münasibətləri yürütmək olar, nə bunlara 42 milyon, mənim 42 milyon əhalimi mən onlara niyə etibar etməliyəm axı? Siz başa düşürsünüzmü? Dünyada bölünmüş xalqlar var. Bu bölünmüş xalqların hamısı BMT tərəfindən də tanınır. O cümlədən də Azərbaycan bölünmüş xalqlar siyasına daxildir. Və biz birləşmək istəyirik. Bu bizim təbii arzumuzdur. Biz bu millət kimi inkişaf edib, necə bizi tarixdən Ruslarla Farslar ayırıblar Arat çayı boyunca. Biz bu saat bunu bürüzə vermirik. Müharibə dövründə ortaya atmırıq. Amma bizim ziyalılarımızın, şairlərimizin yaradıcılığında birləşmək arzusu qırmızı xatla ötüb keçir. Cənubda da belədir. Ged orada da istənilən ziyalı Azərbaycanlının zindir, deyir ki, birləşməliyik, başqa yolumuz yoxdur. Burada da həmçinin. Yaxşı, hansı Cənubi Koreya ilə Şimali Koreya, onlar da birləşəcək. Geç tezi var, bu çox uzun çəkməyəcək. Başqa bir neçə millət də var ki, onlar da xırda xalqlar var, bölünür. Biz bütün dünyada 62 milyonuq. Biz bütün dünyada 62 milyonuq. Farslar İranda 18 milyondur. 18 milyon bu 62 milyonluq xalqı özünün istismara, koloniyası, müstəmləkəsi altında saxlaya bilir. Və biz deyirik, Amerika gəlibdir. Mən Amerikanı belə fövqəl dövlətdir, amma belə ədalətli və nizamlı bir dövlət də hesab eləmirəm. Xüsusilə bu Trump'ın dövründə bu dövlət tamamilə cızığından çıxdı və necə deyərlər, bütün dünya xalqlarına qarşı yekəxana, ondan sonrasına qoruzorlu bir mövqe tutdu. Amma mənim üçün bu saat önəmli olan odur ki, qulağımın dibində fars şovinizmi mənim millətimi zulm altında saxlayır. Mənim torpaqlarımdan parçalayıb Kürdistana verir, Kürdlərə verir. Ondan sonrasına mənim insanlarımın bu ölkədə inkişaf etməsinə şərait yaratmır. Ona görə gedin Almaniyaya, Almaniyada görün, ən yaxşı həkimlərin hamısı Cənubi Azərbaycandan çıxmış Azərbaycanlılardır.
ən yaxşı fiziklər, ən yaxşı alimlər yenə də o yerdən çıxan alimlərdir. Amerikada da belədir. Bizim xalqın İranda inkişafına şərait yaratmırlar. Mən qoy öz ana dilində, anası ona hansı dildə danışıb, dil öyrədirsə, qoy o dildə oxusun, kitab yazsın, kitab oxusun, ali məktəb qutarsın və buna heç olmasa mən demirəm ki, müstəqillik verin. Buna heç olmasa bir məhdud federasiya verin ki, bu da öz içərisində, öz dilində danışsın və s. Vermirsiniz, nifrət edirsiniz. Siz mənim xalqımı bir il bundan əvvəl bir jurnalda fars şovinistləri tualetdə gəzən tarakanlar şəklində çəkmişdilər. Tualetdə gəzən tarakan və altından da yazmışdılar. Bax, bu tarakanlar Azərbaycanlılardır. Bunlar ölkəmizin bədəninə dalaşıb ölkəmizə olmazın ziyanını verirlər. Mən bunun nəyini sevirim, necə sevirim? Bu mənə qamçılayır, şallaxlayır, bu paltar geyiminə əməl etməyən qadınları şallaxlayanın hamısı farsdır. Sərhəd keçid məntəqələrində dayanan sərbazların hamısı fars şovinistləridir. Mən İrana rəsmi səfər edəndə dövlət müşaviri səviyyəsində prezidentin ən yaxın köməkçilərindən biri kimi bu Xamneyi ilə görüşə gedəndə ölkə prezidentinin Rəfsanjaninin kabinetindən iqamətgahından çıxdı. Onunla da Xamneyinin arasında bir çəpər var. Çəpərdən bir balaca kalitka deyək qapı var. O qapıdan keçib Xamneyninin çox sadə, o zaman çox sadə idi, indi biraz düzəldiblər. 3 otaqlı iqamətgahına keçirik. Orada siz də məni bağışlayın. Həsən Həsənovla məni pencəyimi də soyundurdular, toqqamı da açdılar, ayaqqabılarımı da çıxartdılar, corablarımı da çıxartdılar. Ondan sonrasına çox üzr istəyirəm, şalvara qədər aşağı çəkdilər. Mən özümü saxlaya bilmədim. Birini belə yumruqla vurmadım, itələdim, getdi, zaddan açdı, arxası üstə yerə düşdü. Qalxıb zadla mənim üstümə cummaq istəyirdi, ona qədər qaçdılar, gəldilər, tutdular, səndən bu diplomatik nümayəndədir, qandırdılar o. Nifrət göyün üzündə idi. Oradan çıxdıq, getdik, nəysə... Yəni, Xamneyiyə görüşə gedəndə, yəni sizi aeroportda kim yoxlayırlar? Yox, aeroportdakindən da pis yoxdur, betər yoxdur. Aeroportda şimdi şalvarını çıxartmırlar, bəli. Mən bunu indiyənə qədər demirdim, deməyə məcburam. Oradan çıxdıq, nəysə paltarımızı geyindik, qanım qaralıb, bıçaq vursan qanım tökülər. Getdik. Bizim qabağımıza çıxıb, Xarici İşlər Nazirliyinin dövlət müşavirini tutalım ki, o qədər də hansı vəzifə olduğunu anlaya bilmirlər. Xarici İşlər Naziri gəlib, bunun qabağına çıxında, heç kəs çıxmadı. Getdik, qalxdıq, bu da qapını açdılar. Bizim kətdəki evimizə oxşuyurdu bunun bədbax oğlunun iqamətgahı. Qapını açdılar, qapının arxasında yer göstərdilər güclə. Dedi, burada əyləşin. Ayətullahlar oturub, bax bu boyda otaqdır, tosun. Başdan düzülüb oturub gəlirlər belə. Burada da nə bilim kimlər oturub, burada da kimlər oturub. Bizi qapı da buradan açılır. Buradan açılır. Bax o köşkdə bizə kimsə də dedilər, burada əyləşin. Sizə və Həsən Həsənova? Mənə də Həsən Həsənova. Həsən Həsənov da Xarici İşlər Naziri. Xarici İşlər Naziri. Dedim, Həsən müəllim, bunlar bizi təhqir edirlər. Azərbaycana münasibət də belə mi? Azərbaycana münasibət. Dedi, dayan, sus görək, nə olur. Dedim, yox, mən burada oturmayacağım. Mən gedirəm, o başda oturan Ayətullah var, ha. O bilmirəm, baş prokurordur, ali məhkəmənin sədridir, hər nədir bilmirəm. Gedib onun yanından, onu sıxışdırıb, balaca da olsa özümü bir yer eləyəcəm. Düz kürsünün yanında.
Getdim, bu da qoca kişidir də, elə başına qapaz salsan canı çıxasın. Mən ora davaya getməmişim. Yəni demək istəyirəm, getdim onu, o da özünə gembol yer götürüb də orada. Onu birazca, mən də farsça biraz bilirdim, Dedim, biraz o tərəfə çəkilin, mən burada oturacağım. Mən Azərbaycan dövlətinin ali müşaviriyəm, nə bilim, bunu dedim. Bu mənə baxdı, o tərəfə baxdı, o zadlara baxdı, heç nə demədi, çəkildi o tərəfə. Mən düz başda otdum, getdim.